Rusiya hava hücumundan müdafiə sistemləri iyulun 28-nə keçən gecə ölkənin bölgələri üzərində 356 Ukrayna dronunu vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Moskva meri Sergey Sobyanın sözlərinə görə saat 20:30-dan 06:30-dək Moskva vilayəti istiqamətində 390-dan çox dron uçub. Onların əksəriyyəti paytaxtın kənarında zərərsizləşdirilib. Hava hücumundan müdafiə qüvvələri isə Moskvaya yaxınlaşan 81 dronu məhv edib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə bildirib ki, dronlardan biri Çexov rayonundakı Zimskaya küçəsində çoxmənzilli binaya dəyib. Binanın fasadı və 2 mənzili zədələnib, itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir. Digər dron açıq əraziyə düşüb və orada təkərlər yanıb. Hadisə zamanı Vaulova kəndində boş olan fərdi evdə yanğın baş verib. Ramaşkina bağçılıq təsərrüfatında dron qalıqları bağ evinə ziyan vurub, lakin xəsarət alan olmayıb. Vorobyovun sözlərinə görə hava hücumundan müdafiə qüvvələri həmçinin Domodedovo, Podolsk, Ramenskaya və Kolomna üzərində onlarla dronu məhv edib. Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, gecə saatlarında 4 dron məhv edilib. Sasovski rayonunda dron qalıqları bir çox mənzilə ziyan vurub. Bir nəfər yaralanıb və ona tibbi yardım göstərilib. Rusiya mediasının məlumatına görə Moskva bölgəsinə gecə zərbələri son 2 ildə edilən ən böyük hücumlardan biri olub.